Salamlar, hamınızı xoş gördük. Hamıya maraqlıdır bu videoda mən nədən bəhs edəcəm. Bugün bəhs edəcəyim mövzu biz tradingdə necə aldadıldıq və biz necə oldu qazandıq, necə oldu bu sahənin axıra qədər bu sahədən yapışdıq və biz kimi. Düşüncə Akademiya haqqında bəlkə çoxunuz eşidib, amma bu videoda birbaşa aydınlıq gətirmək istəyirəm. Mən bu videoda sizə səmimi danışacağım, elmi cümlələrdən istifadə edib özümü ağılla göstərməyəcəm. Birbaşa olaraq səmimiyyətlə bizim elimizdə istifadə olunan o loru formasında izah edəcəm ki, mənim fikirlərim sizlərə tam aydın ola bilsin. Biz Düşüncə Akademiyini 2023-cü ildən qurmuşuq. 2023-cü ildən əvvəl mən bu ad da diqqət çəkir, onsuz bilirik. Bunun arxasında həqiqətən böyük bir fəlsəfə dayanır. Çünki 2023-cü ildən əvvəl mən böyük bir itki keçirtmişəm və o itkidən sonra artıq sorğulamağa başlamışam. Yaşamı, həyatı, yəqin ki bilirsiniz, bunlar hamıda olur. Ondan sonra bir dəyər qatıb özümə ki, bəs nədir, bu niyə yaşayırıq və mənə dəyər anlayışı orada çatıb ki, mən insanlığın həyatına dəyər qatacağım və bu mənə xoş hiss verəcək. Və beləliklə Düşüncə Akademiyini təyin etmişik, Düşüncə Akademiyini yaratmışıq. Bu yolda biz ilk dəfə başlayanda çox qəribə gələ bilər, amma bizim kurs olub abituriyent kursu. Çox maraqlıdır, bəli, sizə bilirəm. Daha sonra dil kursu olub, daha sonra bizdə müxtəlif kurslar olub. Bu haqda o bir YouTube kanalımızda danışmışam. Daha sonra biz necə oldu? O dönemlərdə mən dəyər anlayışına o qədər özümü, fokusumu vermişəm, o qədər vermişəm. Biz abituriyent kurslarımızı ödənişsiz etdik ki, dəyər verək. Mənə çox xoş idi, çünki həqiqətən insanlara öyrətmək, onlardan müsbət nəticələr almaq və onu məni həyatda yaşama enerjimi o verirdi. Çünki fəlsəfəm də, ideologiyam da bu idi ki, öz təcrübələrimi insanlarla bölüşəcəm, onlara həyatlarında daha işıq göstərəcəm onlara və bu məni var edəcək və mənə görə həyatda insan bunun üçün gəlir və bunun üçün yaşayır. Bu ideologiya ilə yola çıxdıq və bizim elə oldu, ödənişsiz etdik kurslarımızı. Heç bir abituriyent gəlmədi, ödənişsiz kurs necə olacaq? Çox düşündürdü bu mövzu məni. O dönemlər artıq mən marketinqlə maraqlandım, bizneslə maraqlandım dərindən və onun yüksək səviyyədə təhsilini aldım. Və belə düşündük ki, necə niş bir sahə olsun. Beləliklə müəllimlərlə tanış oldu, Forex sahəsində müəllimlərlə. Onlar bizim kursda dərs deməyə başladılar və artıq mən tradinglə, Forexlə o zaman tanış oldum. Mən artıq onda kursda biz keçirik, amma mən özüm o sahə haqqında məlumatım yoxdur və o müəllimlər dərslərdə ola mən də öyrənməyə başladım. Öyrənirik, yəni bu sahədə belədir ki, yəni qazanmaq mümkündür, yəni olur. Sadəcə insanın içi rahat olmur, davamlılıq, iç rahatlığı, yəni daha da yaxşısı ola bilər deyə düşünürsən hər zaman və bu məni davamlı düşündürür. Hər zaman daha yaxşısı, daha yaxşısı, daha yaxşısı, o qədər oldu, hətta komanda belə sıxılır. Biz elə oldu, komandadan ayrıldıq keçən ilin bu vaxtı və mən artıq kurs axtarışına çıxdım beynəlxalqda, xaricdə ki, bəs mən tapacam o kursu. Demək olar, çox yerlərdən təlim aldım, çox uzun danışmaq istəmirəm, amma gördüyüm nəticə eyni. Aldığım təlimlər bizim keçdiyimizlə eyni. Heç bir fərqi yoxdur. Artıq sual verirsən ki, bəs bu necədir axı? Necə olur axı? Onda anlayırsan ki, əslində hamı eyni şeydən danışır, amma fərqli yerdən baxır. Hərə fərqli bir yerdən riyazi baxımdan ehtimalı daha yüksək və belə bir strategiya yaradır. Amma nəticədə hamısını analiz eləyəndə, görəndə baxırsan ki, biri bu onu pisdir, bu bunu pisdir. Amma dataya baxanda görsən, bununla nəticəsi eynidir, bunun nəticəsi və bunun ikisi də bir-biri aşağıdadır. Və çox qəribə bir hal oldu. Mən artıq sahə də belə qəribə mənə görsənməyə başladı. Elə bu dönemlərdə biz bir müəllimlə tanış olduq. Demək, bu müəllimlə tanış olanda mən gördüm, o özü də mənimlə eyni fikirlərə sahibdir. Özü də aldadılıb, özü də xaricdən almadığı. Azərbaycandan heç kim, Türkiyədən çox adam almır, kurslar xaricdən alırlar, inanmırlar bizimkilərə.
və aldığı kurslar onu da belə edib, amma mənə datasını göstərdi və öz qazanclarını göstərdi ki, bəs mən bu aldadım, amma öz stratejiyamı yaratdım. Bunu sənə öyrədə bilərəm. Mənə öyrətdi stratejiyasını təmənnasız və mən o strategiya ilə nəticə əldə etdim. Həqiqətən bu o dediyimiz nəticə deyil. Yəni bu iç rahatlıq oldu mənim üçün, bir aydınlanma oldu. O içdəki o dopamini izah edə bilmərəm, onu yaşayanlar bilər və bu o qədər bir hissdir ki, insan avtomatik bunu görəndə nə bizim əvvəl akademiyada nə olub, yəni tədrisdə təlim kurslarımız olub, insan onu düşünmür. Yəni mən ona görə biraz bizim sahədə olan adamlara biraz bu xoş gəlməyə bilər, yəni inciyə bilərlər, amma həqiqətən əsl qazanan adam kurs satmağa çox maraqlı olmaz. Bu bir reallıqdır. İnsan o hissi içində yaşayır ki, yəni qazanırsan, bu gedir, bəxtəst edirsən və o insana elə bir xoşbəxtlik verir ki, yorğunluğun da qaçır. Və beləliklə biz sahə ilə tanış olduq və mən o strategiya ilə nə qədər qazandım, neçə günə fond keçdim. Bilirsiniz, fond keçməsində o elə böyük bir məsələdir, əsas oradan qazanmaqdır. Və onların hər dəfə dediyim nə qədər çıxarış etdimsə videolarını paylaşacağım. İlk videonu paylaşdım, növbəti videoları da inşallah ki paylaşacağım. Demək, biz bu müəllimlə danışanda mən dedim, bəs sən nə əcəb bunu bilirsən, bəs amma sən tanımırıq. Özü çox maraqlı bir mənə söz dedi ki, mən istədiyim o qazanca satmadan mən kurs fəaliyyətinə keçmərəm, təlimə keçmərəm. Çox maraqlı oldu, diqqətimi çəkdi ki, yəni bu həqiqətən belə yanaşan insanlar varmı? Çünki biz demək olar bu gün Azərbaycanda skam məsələlər baş verir və bunu heç kim anlamır, heç kim səsini çıxardmır, kütlə var deyə bir nəfər ortaya çıxmır, araşdırmır. Misal üçün Siqnal kanalı. Elə bir kanallar var ki, sırf Siqnal kanalı ilə məşhurlaşıblar, sırf Siqnal kanalı ilə məşhurlaşıblar. Və baxanda görürsən ki, bu adam stop yekə, stop yəni itirə biləcəyin məbləğ gedir də orada. Stop məsafə gedir. Stop yekə, take profit balaca. Baxırsan, çox qəribə. Yəni mən bunun birbaşa izah edim ki, Siqnal kanalını niyə görə nəticə əldə etmək olmaz. Birbaşa onu bildirim ki, sən stop balaca böyük qoyub take profit balaca qoyanda və altında yazanda onsuz da əməliyyat açan kimi çox vaxt qazanca gedir və əməliyyatlarımız plusa çıxdı, istəyənlər çıxa bilərlər. Çox kiçik nəticədən təbii ki qazananlar olacaq. Amma əsas məsələ odur ki, sən 4 aydan sonra nəticədən baxasan, datana baxasan, qazancına baxasan, həqiqətən mən davamlı qazandımmı? Bir dəfə qazanıb, 2 dəfə qazana bilərsən. Elə müsbət sözləri yazan da odur və o insanlar başa düşmürlər ki, burada davamlı siqnalla, o siqnallarla, üstəlik scalp siqnalları ilə birin ikiyə, misal üçün, birin ikiyə strategiya düşünün. Birin ikiyə strategiya, biraz elmi, bəlkə bu cümlələr aydın olmadı, amma açıq deyim. Birin ikiyə strategiyayı götürəndə bir itirib 2 qazanmaq strategiyası. Win rate faizi 55% olanda yaxşı halda sən avtomatik olaraq çatdıra bilmirsən. O adam siqnal atan kimi vaxtından biraz keçir və birin biri olur və sən ya yerində sayırsan, ya avtomatik dala düşürsən. Yəni bu siqnal kanalları ilə nəticə əldə etmək mümkün deyil. Mən belə deyim, siqnal kanalları ilə nəticə əldə etmək mümkün deyil və mən heç kimə, yəni buradan birbaşa tövsiyə edeyim ki, müsbət söz yazanda dediyim kimi həftədə 2 dəfə vaxt olur, girir, bəxtindən plusa düşür, əməliyyatlar plusa keçdi, bağlaya bilərsiniz, adam əməliyyatlarını bağlayır, plusdaydı və başlayır ki, aha mən qazandım, demək belə olacaq, yox, axıra qədər baxın, bu sahə riyaziyyatdır, ehtimallar üzərində qurulub, burada nəticə əldə edənlər trend istiqamətində və yüksək ehtimallar üzərindən, yəni buradan bugün nəticələr əldə edirlər, özlərinin bir yolunu yaradırlar, o strategiya ilə irəliləyirlər. Biz baxın, görün, yəni riyaziyyatla bu uyğun gəlirmi? Bu heç bir hesablamalar olmadan birbaşa girək, yəni onunla nəticə əldə etmək həqiqətən olmur. Yəni əsl strategiya manipulyasiyalar üzərində qurulur.
həqiqətən elədir və sadə olmalıdır, strategiya və dəqiq olmalıdır. Bu sənə o rahatlığı verməlidir. Bu gün ICT haqqında hamı danışır. Yəni belə deyim, bizə görə ICT boşdur. Bu sözü qazanıb mənfiliklər üzərindən necə deyim, məşhurlaşmaq istəmirik, bu sözü deyib onunla məşhurlaşmaq istəmirik, amma həqiqətən belədir. ICT ilə nəticə əldə etmək olar, amma daha da yaxşı nəticə əldə etmək olmaz. Yəni reallıq budur. Gəlin yəni bu haqqda danışaq və biz bundan sonra mən YouTube kanalımda ödənişsiz strategiya paylaşacağam. Ödənişsiz strategiyalarımdan paylaşacağam. Belə oldu ki, mən bu müəllimlə bir yolda olanda, bu strategiya güclü olanda insanda yeni strategiyalar yaradır, təşviq edir. Sən avtomatik yeni strategiya yaradırsan, əsl strategiyanı güclü edən budur. Və mən elə oldu, strategiyamı yaratdım, mən strategiyamla qazanmağa başladım və bizdə belə çox, necə deyim, strategiyalar var. Biz ödənişsiz strategiyalarımızdan özümüzün şəxsi paylaşacağıq bundan sonra və mən təməl videolarda bu kanalda bundan sonra paylaşımlarını edəcəm. Bizə görə əsl strategiya budur ki, təlim keçən adamlar fərdi keçməlidir. Bu bir mənalıdır. Biz bu videonu çəkmək məqsədimizdə əsas məsələ o oldu ki, biz müəllimlə oturduq, razılaşdıq ki, bəs bizim düşüncə akademiyini istəmir insanlar belə tanısın. Mən açıq həqiqətləri söyləmək istəyirəm ki, onlar bizim arxada olan insan əslində sahəyə necə yanaşır və biz bildirmək istəyirik ki, bu videoda biz razılaşdıq müəllimlə. Mən onu razılaşdırdım ki, bax, biz dayanmışıq bir ildir. Bir dəfə bizim kursda seçdiyimiz adamlara təlim keçəsən, mən prinsip olaraq istəmirəm. Yəni, yaxşı tanınıb gedək. Və biz onunla razılaşdıq. Öz seçdiyimiz adamlara sadəcə öz seçdiyimiz düşüncə tərzi bizə uyğun, sahəyə uyğun və ən əsas da səviyyəli komanda formalaşdırmaq üçün. Yəni bilirsiniz ki, səviyyəli komanda olanda bu sahədə böyük işlər görmək olur, bir-birinə dəstək və yaxud və sair məsələlər. Və belə razılaşdıq. Biz demək olar alımlarımız başladıq. Çox maraqlıdır ki, müraciət edənlər çox oldu. Amma bizə deyirlər ki, niyə siz 4-4 qəbul edirsiniz? Birincisi zaman vaxt, misal üçün, mənim dərs keçməyə vaxt edə bilmirəm, birbaşa bu sahədəyəm və biz 4-4 qəbullar edirik, tək-tək yox və qrup dərslərinə və biz bunu niyə görə edirik? Bu sahə məsuliyyətli sahədir. Sən strategiyan güclü ola bilər, amma mənimsəyəndə strategiyanın güclülük faizi aşağı düşür insanlara və avtomatik sənin strategiyan zəif ola bilər, sən keyfiyyəti zaman edə bilmərsən, verə bilmərsən və bu məsuliyyəti aradan qaldırmaq üçün konsultasiyalar olmalıdır ki, bizdə də elədir. Birinci konsultasiya mən keçirdirəm, orada risk menecmenti idarə olması, o insanın psixoloji uşaqlıqdan o itirməyə qarşı olan necə deyim, öz fikri insan var, itirməyi heç vaxt qəbul edə bilmir. Tamah səviyyəsi, acgözlük, bunlar hamısı olunur ki, bunlar sabahları strategiya olanda bu cavab versin, özünün bu sahəyə uyğun olması. Biz yalnız iş adamları və peşə sahiblərinə bu danışdıq ki, bu təlimlərimizi keçirdək və səviyyəli bir komanda formalaşdıraq. Yəni bugün bu videonu burada ona görə çəkmirəm ki, biz deyirik ki, gəlin bunun axırı, videonun axırı satış nöqtələrdir. Xeyr, sadəcə biz bunu bildirmək istədik ki, bir dəfə seçdiyimiz adamlara səviyyəli komanda yaratmaq və bu prinsip məsələsi olaraq biz istəyirik ki, bizi belə tanısınlar və elə tanıyıb uzaqlaşaq bu sahədən. Bizdən, yəni belə tanınaq, belə zirvədə qalaq. İnşallah ki, bu çətin asan bir məsələ deyil. Biz bunu edəcəyik, amma bundan sonra YouTube kanalında ödənişsiz strategiyalar paylaşılacaq, bu təməl videolar paylaşılacaq. Sırf həqiqətlərlə siz backtest edib onun güclülüyünü özünüz görəcəksiniz. Bizim də yəni ən başdan məqsədimiz bu olub. Mən özüm yəni kurs keçsəm də mənim rəqabət üstünlüyüm hər zaman natiqlik olub, həm dəyər vermək mənim yaşam fəlsəfəm olub. Onun üçün YouTube kanalımda faydalı məlumatlar, yəni zamanınızı, yəni o YouTuberin dediyi kimi faydadan başqa bu kanalda bir şey görməyəcəksiniz. Həm şəxsi inkişaf baxımından, həm yəni onlayn həqiqətlə necə qazanc əldə etmək olar. Bax, o mövzunu birbaşa biz burada açacağıq. Həm şəxsi inkişaf videoları olacaq, biznes videoları olacaq. Bu formada İnşallah ki, irəliləyəcəyik və dəstəyinizi sizdən gözləyirəm. İnşallah ki, videomu daha səmimi çəkə bildim və fikirlərimi izah edə bildim.